Bir müddət əvvəl bir logistika şirkətinin inzibati panelinin yaradılması üçün təklif aldım. Sifarişin mənə verilməsi üçün əvvəlcə test tapşırığı etməyimi istədilər. İnzibati panelin bölmələrindən birini yenidən dizayn etməyim tələb olunurdu. Əsas tələb məlumatların UX cəhətdən düzgün strukturlaşdırılması idi. Çünki mövcud variantda məlumatlar o qədər çox və qarışıq idi ki, nə isə tapmaq mümkün deyildi. Və işə başladım. UI-yə nisbətən UX tərəfdən zəif olduğumu bilirəm və əlimdən gələni etməyə çalışıram ki, yaxşı nəticə ortaya çıxsın. Amma alınmır. Bir neçə saatı məlumatlarla və vərəqlə baxışaraq keçirdirəm. Bəlkə musiqi ilə alınar deyib oxuyub oynamağa başlayıram. Burada mani deyərək özümü həvəsləndirməyə çalışsam da heç nə ortaya çıxmır. Nəhayət wireframe çəkməyə başlayıram. İndi isə dizayna başlamaq vaxtıdır. Və son nəticə budur. Dizaynı müştəriyə göndərirəm. Aldığım cavab isə bu olur. Sizcə nəyi səhv etdim? Nə etsəydim müsbət cavab ala bilərdim?